Ben bugün Qax rayonundaydım ve Bakı şəhərinə avtovağzala gitmək üçün bu gördüğünüz taksiyə yaxınlaşdım. Taksinin sürücüsü mənə dedi ki, ben bugün işləmirəm. Bugün ben maşını yandıracağım. Bir de inanmadıq birinci, bize çok qəribə gəldi. Əslində qalsa qəribə yox, üzücü bir olaydı. Taksinin sahibi, yani bu avtomobilin sahibi Bəxtiyar adlı şəxsdir, Qax sakinidir. O iddia edir ki, Qax rayon yol polisi rəisi Ayaz adlı şəxs ona qarşı kobudluq edibdi, ona haqsızlıq edibdi. Məhkəmənin qərarı ola bu qərarı heçə sayır. Həqiqətən də rayon yerində, yəni min bir əziyyətlə vətənimizin bütövlüyü uğrunda canından keçməyə hazır olan bir insan, bugün qazi olan bir insana qarşı belə bir haqsızlığa yol verilməsi əlbəttə ki heç cür yəni doğru bir şey deyil və biz də təbii ki istəmərik bu adam Bəxtiyar müəllim belə bir hərəkət eləsin. Çünki onun həm ayağıdır, yəni ayağının biri yoxdur, həm də ki onun ki çörək ağacıdır bu. Gözümü yandırmak fikrinde değil hemen esiri amca. Gördüğüm bu maşına vidalaşır. Ayaz mahalline peşkeş olsun. Ama eləməsəz yaxşı olardı çünkü. Ya, önce bu başka çıkış yolu yok. Bu maşına yanmalı. Yani sizin neyin üçün bu kadar bezipsiz? Onsuz da ki bu həmrah. Hakim qətnaməsini icrələmirlər. Yani bu kadar özbaşınalık olar mı ki yol polisi reisi hakimin kararını saymasın? Yani haksız sayırlar. Özler bilərlər. Necə istəyərləsin. Bəli, bu maşın gördüğünüz kimi yanır. Başlayayım. Yanacaktı da. Təptəzə maşını bak. Geçin. Akümülatördə təptəzədir. Her bir şey təzədir. Tıpkırım belə qayıya belə. Bu maşın Bayramov Bəxtiyar Məmmədoğlu'na ait maşındır. Şəxsi maşınımdır. Özüm birinci qrup Qarabağ əliyəm. Bu maşınla ailəmi dolancılığını təmin edirəm. 1992-ci ildə Ağdam-Ağdam istiqamət gedən döyüşlərdə iştirak etmişəm. Və ağı yarılanaraq bir ayağımı itirmişəm. Birinci qrup Qarabağ əliyəm. Kredit almışam, bu işdə bank borcum da var. Ödeyə də bilmirəm. Artıq bezdiyim üçün bankın borcu da bir qərar. Maşının qanunsuz hakim qərarını hörmətsiz yanaşdıqları üçün, qanunsuz saydıqları üçün mən bu hərəkəti etmək məcburiyyətəyəm. Mənə qarşı edilən hörmətsizliyi inşallah respublika səviyyəsində hamı biləcəkdir. İyun ayının 22-sində axırda avtoqəza olmuşdu və polis tərəfindən mənə 400 manat həcmində cərimə kəsilmişdi. Ben hakimin yanına gittim, xahiş ettim ki, ben birinci qrup Qarabağ əliyəm. Bu cəriməni hansısa bir yüngül bir halına əvəz edeyim. Hakim sağ olsun, hakim böyüyümüzdür bizim. Çok sağ olsun, böyük hörmətim var. Benim 22 iyunda olan maşın əməliyyatında avtoqəzanı 8 noyabr 2016-cı ildə yüngül işlə əvəz elədi. Və protokol çıxardı, qətnamə çıxardı ki, və sənə yazılmış cərimə bu qətnamə əsasında silinəcəkdir və bunu polis şöbəsinin qayiyə təqdim edə. Mən də getdim ora. Orada hakimin qətnaməsini müzakirə elədilər və bu cəriməni silmədilər. 8 ay polis şöbəsində qaldım. Ayaz Məmmədov mənə bu işdə köməklik göstərmədi. İndi artıq bezmişəm. Nə maşını sürə bilirəm, nə sata bilirəm, nə maşını istifadə edə bilirəm. Özümdə qalmışam pis vəziyyətdə. Hal-hazırda 4 evladım var. Onları 4-lə dolandırıram. Və bu maşınla ailəmin çörəyini çıxardım. Artıq bezdim. Hakim qətnaməsinə rayon qayın şöbənin rəis tərəfindən hörmətsizlik etdiyinə görə. Nə deyir ki, yəni rəis nə deyir ki? Rəis deyir ki, hakim səhv qərar qəbul edir. Hakim heç vaxtı səhv qərar qəbul etmir və hakimin qətnaməsi müzakirə olunmur. Olunmur. Burada rüşvətxorluq mu deyək, burada nələr baş verir bilmirəm. Mən 50 olduğum üçün mənə deyə bilmirlər. Özü yaratdı.
və bir gün çıxılmaz vəziyyətdə qalaraq Məhkəmə kağızını göstər. qətnaməsinin, Aha. hakimin qətnaməsi 8 noyabr 2016-cı il qətnamə ictimai işlə əvəz olundu. Bu cərimə bu maşına silinməli idi. Aha. Ancaq rayon polis şöbəsinin belə qaynı rəisi Ayaz Məmmədov hakimin elədiyinə etiraz elədi. Nə deyir ki Ayaz Məmmədov? Nə deyir? Ayaz Məmmədov deyir ki, hakim düzgün qərar qəbul eləməyib. Mən bezdim. Əlil kimi, birinci qrup Qarabağ əlil kimi bezdim, Azərbaycan vətəndaşı kimi bezdim və bu işə son qoyuram. Amma yandırmasaz əlbəttə ki, yaxşı olar. Əgər bu işə 10 gün müddətində baxılmazsa, 10 gündən sonra burada özümə qəsd edəcəm. Özümü bu danışdığım yerdə qəsd edəcəm və mən bu maşına son qoyuram. Baxanlar xahiş edirəm köməklik göstərsinlər. Gətir qardaşım. Və nə oldu sən çörək ağacı? Gördüğünüz gibi vatandaş bezerek maşını yandırıptı. Həqiqətən də əslində qalsa bu görüntülər yaşanmalı değildi. Yəni bir Qarabağ qazisinin bugünkü bizim bu yəni Azərbaycanda ilk dəfə də belə bir hal baş verir ki, yol polisinə, yəni yol polisinin haqsızlığına vətəndaş bax belə bir maşını yandıraraq etiraz eləyir. Həqiqətən də düşünün artıq rayonda qax yol polisi Az rahatça gelme. Tamam. Ben falan yol polisler rahatça yerine geldim. Motor Konyalı. Ben hazırda yol polisi reisi de hadise yerine geldi, videoda attık arkadaşlar. Arkadaşlar.
Bəli, gördüğünüz gibi çok üzücü bir haldır. Onun çörək ağacı, onun olmayan bir ayağın əvəzinə, yani onun ayağını o yerdən kəsən, onun maşını həqiqətən yandı, külə döndü. Çok üzücü, çok kədərli bir görüntülərdir. Yaxşı, yaxşı. Gel gel. Bu görüntüler olmamalıydı, bu görüntüler yaşanmamalıydı. Давай, давай, давай. Давай, oldu, geçti. Hadi, hadi.